525-ci qəzetin 3 aprel tarixli sayında dərc olunacaq yazılardan biri Tamilla İmzadənin əməkdar artist Zemfira Sadıqova ilə apardığı maraqlı müsahibəsidir. Müsahibədə Zemfira Sadıqova keçdiyi sənət yolundan, həyatında qarşılaşdığı çətinliklərdən bəhs edib və hər zaman qürurunu qoruyaraq öz prinsiplərinə sadiq qaldığını vurğulayıb. O, aktyorluq arzusu ilə teatr təhsili almaq, böyük sənətkarların qarşısında imtahan vermək və müəllimlərinin onu tanıması kimi xatirələrini bölüşüb. Həyat yoldaşı Yusif Vəliyevlə evliliklərindən və sənətində haqsızlıqlarla üzləşməsindən danışıb. Zemfira Sadıqova kino və teatrda çəkildiyi rollardan, xüsusilə mələk və ana obrazlarından söz açıb. O, həmçinin qızının incəsənətin başqa sahəsində uğur qazanmasından bəhs edib və istedadlı gənclərin yolunun maneələrdən uzaq olmasını arzuladığını qeyd edib. Son olaraq, Azərbaycan incəsənətinin bugünkü vəziyyətinə toxunan Zemfira Sadıqova, gənclərin potensialından istifadə edərək kinomuzu yaşatmaq lazım olduğunu və mədəniyyət sahəsindəki mənfi hallar üçün tədbir görülməsinin vacibliyini vurğulayıb. Nigar Abbasova, 525-ci kanal.